العالمين وحده والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه ecmaîn. Amma ba'd. Sözsüz ki Rabbimize sonsuz salih şükürler olsun. Bu təsəllin ki ilin bu en 10 gün fəzilətli günlərin gecəsidir. En fəzilətli gecələrdir. Yəni bundan fəzilətli gecə yox, gecə olaraq Allah dərgahında. Və təsəllin ki, ilin 10 günün ən fəzilətli gecələrin və ən fəzilətli yerdir. Aydın, yəni bundan o ayına yer yoxdur da, yəni dünyada, bu dünyada, biz yaşadığımız dünyada. Yəni ən mübarək yerdir. Kəbə ətrafı, Kəbənin yanında. Və həmçində ki, burada çox şeylər əldə eləmək olar. Təsəllin, yəni bu xüsusən də Qədir gecələri yəni insan üçün bir şansdır. Sadəcə olaraq bu şans Allah bilir də bir daha ola bilsin olmayacaqdır. Nəinki bura gəlmək, ola bilsin ömrümüzdə heç bir daha bu günləri görməyəcəyik. Sadəcə olaraq bu şans Allah'tan verilib, bunu eləmək lazımdır ki, bizim üzərimizə hüccət olmasın. Əksinə bizimlə yəni o olsun ki, bizi yəni cənnətə aparan fürsət olsun. Bunun üçün də insan nə etməlidir? Yəni maksimum bacarmalıdır. Hansısa qardaş misal üçün deyəndə ki, məsələn zikr elə, məsələn Quran oxu, məsələn görür də, düzdürmü? Ona görə insan gərək nə etsin? Yəni xətrinə dəyməsin. O əksinə deməli də Allah razı olsun. O qardaş ki, sənə xeyri xatırladır, deməli sən elm xeyir içindəsən. O da Allah'tandır. Burada da belədir, qardaşlar, yəni ki, elhamdülillah cəmaat olmaq lazımdır. Onsuz zaten cəmaatdır, Allah həmişlər olsun. Təkcə yəni ki, məsələn, iftar süfrəsinin başında yox, hər şeydə, xeyirdə ki, bir-birinə yönətmək. Məsələn, nəsə bilmirsən, öyrənməlisən. Nə də çətinlik çəksən, öyrənməlisən. Allah'ın izniyle. Burada sən öyrənsən belə, elm öyrənmək Allah dərgahında ən gözəl əməl sayılır. Yəni öyrənməyin o elə bil ki vurulur nəyə? Təsəlli Qədir gecəsindəsən, neyinsən? Bir rükət namaz qılsan, düzdürmü? Oturup burada. Bir rükət namaz qılsan, sən təsəlli ki o vurulur 83 ilə, 84 ilə təxmin, 80 ildən çox. Və təzdən o da vurulur 100 minə. Buradasan. Yaxud bir dənə Subhanallah dedin, bir dənə Elhamdülillah dedin. Və yaxud da bir dənə hərif öyrəndin, bilmirsən Quran-ı Kərimdən. Və yaxud da orada elə bir ki öyrəndin o hərfin düzgün şəkildə oxunmasını, hansısa qaydanı. Bu hamısı yəni vurulur qat-qata. Amma burada məsələn gəlib oturup biz, əlhəmdülillah ki bizdə elə bir qardaşlar yoxdur, Allah həmişlər olsun. Sadəcə olaraq necə, yəni belə elə bir ki o xeyrin içindəsənsə, o demək deyil, onun üzərində dayanmalısan. Nə etməliyik? Artırmalıyıq. Baxsan ki, sən bir günə kimi əlhəmdülillah xeyirdən gəlmişsən. Düzdür bu günləri, burada olduğun günlərdən gedirdi. Əlhəmdülillah vətəndə olduğun gün. Nə edəcəksən? Dayanacaqsan o üzərində, əlbəttə yox, daha da artıracaqsan. Baxmalısan ki, sən nə edəcəksən ki, daha da artırasan. Mütləq. Ya yeməyi azaltmaq, ya yatmağı azaltmaq, ya içməyi azaltmaq, ya qardaşlarla danışmaq. Əgər məsələn görürsən ki, hətta mənim yanımda belə oturanda fayda yoxdur, söhbətə başın qarışır. Nə edəcəksən? Aralanacaqsan. Gedəcəksən oxu. Çünki qardaş bu gün sənə verilməyəcəkdir ola bilsin bir daha. Sonra biri var Azərbaycana gedib, öz vətənə qayıdıb peşman olasan ki, məsələn mən filan şey eləmədim. Heç nə olmaz qardaş, sən onsuz qardaşı görəcəksən. Yenə də əlhəmdülillah bir yedik. Amma söhbət ondan gedir ki, amma çalışıb bunu cəmaat şəklində bir yerdə eləsək, bu daha xeyir var bunda. Bu da ki, salmış günlər, ümumiyyətlə Ramazan ayı, Allah subhanə salmış günlər adlanır. Hətta həyatımız belədir. Görürsənmi, Allah subhanə Quran-ı Kərimdə deyir, deyəndə ki, nə qədər qalıb orada bir neçə gün. Halbuki görürsən, birimiz 60 il, birimiz 70 il, birimiz olur 80 il, 100 il qalacaq burada. O da sanki elə bir sayılmış günlərdir. İndi baxsan, misal, ən yaşlı olan qardaşımızın olan içərimizdə soruşsan və necə keçdi? Elə bilirsin ki, bir neçə saat, bir neçə gün olaraq ömrü keçdi, getdi. O da elədir. Bir də görəcək ki, artıq nədir? Ölüm mələyi gəlib, Allah hər birimizi nəsib eləsin, xeyirli bu dünyadan köçməyə, huzlu xatimə üzərində. Amma əsas nədir? Əsas odur ki, gözəl şəkildə bu dünyadan köçmək.
Burada da ki, öz nəfsimizi islah eləyərək qayıtmalıyıq. İbadətin sənə təsiri, bax, burada olduğun ibadətin təsirini necə biləcəksən? Və necə biləcəksən ki, Allah subhanahu wa ta'ala sənin bu ibadətlərini qəbul edibdir. O ibadətlərdən sonra sənin hara yönəlməyindən asılıdır. Allah subhanahu səni xeyrə yönəldirsə, deməli, sən artıq burada elədiyin ibadətlər qəbul olubsan. Yox, əgər bu ibadətlərdən sonra qayıdıb şərə yönəlirsənsə, deməli, bu ibadətlərin qəbul olunmayıb. Və həmçində burada nəfsini islah edəcəyik hər birimiz. Nə naqisliklərimiz varsa özümüz bilirik. Tövbələrimizi artıracağıq Allahın izni ilə. Və hansı naqisliklərimiz var, o bizim hansımızsa namazda naqisliğimiz var, hansımızsa məscidə getməkdə naqislik var, hansımızsa cəmaatında olmaq naqislik var, hansımız nələr hamısını denəyəcəyik, tövbə eləyik və o tövbənin üzərində sadiq olmaq və islah eləmək. Yəni buradan çalışmaq tam qənimətlə qayıtmaq. Bu bir vallahi ki elə bil ki var ha, böyük bir qənimətdir. Yəni çox böyük. Yəni Allah şahid ki, yəni sənin bilmirsən də nələr gözləyir. Birincisi, orucun savabı, görürsən Allah subhanahu ta'ala başqa ibadətləri vurur, deyir, filan ibadə eləsən bu qat. Amma orucun bir mükafəti məndədir. Birincisi, sənin orucunun mükafəti bir Allah bilir, neçə qata vurulacaq, bunu Allah bilir. Allah özündə saxlayıb onun mükafatını. Düzdürmü? İkincisi, sənin burada olmağın. Bu elə-belə şey deyil. Amma bu ola da bilsin ki, necə ki, Quran var. Quran nədir? Hədisdə gəlir ki, Quran insanı arxasından itələ-itələ cəhənnəmə salacaqdır. Allah qorusun. Quran olacaqdır. Çünki nəyə görə deyəcək, Quran oxudu, əməl eləmədi. Quran və yaxud oldu əlində oxumadı. Quran oldu yanında onu tələffüz eləmədi, öyrənmədi. O Quran yəni insanı Allah qorusun hər birimizi cəhənnəmə itələyəcək. Və yaxud da nə? Quran insanı cənnətə salan olacaq. Qəbir əzabı gələndə başının üstündən Quran qoymayacaq. Böründən gələndə qoymayacaq. Quran qoruyacaq səni. O gəlir, həm də bax, necə ki, bax, burada görürsən, çalışırıq ki, neyək? Yəni, buraxmısan Quranı. Görürsən, çalışırsan, boş vaxtın oldu, Quran oxuyasan. Sən bu işin üzərində Ramazandan sonra da özünü islah edib istimrarlı olmalısan. Niyə görə bəs deyirik ki, Ramazan müminin, müsəlmanın ömürlük mədrəsəsidir. Odur da söhbət, insan, sələflər necə idi? Onlar bəyəm il boyu Quran oxumurlardı, Quranla özünü məşğul eləmirlərdi, oruç tutmurlar, tuturlardı, sadəcə olaraq gəlirlərdi, oruçluğa girəndə, Ramazana girəndə daha artırırlardı. Onlar il boyu oxuyurlardı, il boyu xətim edirlərdi Quranı. Yəni, alimlər var, 40 gündən o yana olmaz deyir saxlamaqda Quranı. Ən geci 40 gün yəni qutarmalısan Quranı. Quranı açmaq yox, bizdə məsələn, Quranı 40 gündə bir açmaq yox. 40 günə Quranı ən geci qutarmalısan deyir. Yəni, alimlər bundan o yanasın problem görürlər, hətta haram deyirlər. Yəni, bax, o demək deyir, sən bir gün, əlhəmdə, indi bir gün kimi nə olubsa olub, hələmizin, yəni birimizin 30 yaşımız var, birimizin 40, birimizin 50, birimiz 60-dan keçmişik. Gündən dünənkini fikirləşmə, artıq günü fikirləş. Öz nəfsini islah eləyəcəksən və Allahın izni qaydandan sonra buradan, yenə də oruçdan sonra onu qoruyub saxlamağa çalışacaqsan. Təsəllə bir günə tutaq ki, yəni bərpa eləmirsən özündə, günə 200 Quran oxuyursan. Misal olaraq deyirəm, indi ən azını götürürük, 100 oxuyursan, indi hərənin öz səviyyəsi, o üçün biri 500 oxuyur, biri 10. Onu sən oruçluqdan sonra qoruyub saxlasan, Allahın izni ilə, növbəti oruçluğa çatanda yenə də sən 200 oxuyacaqsan, əlbəttə ki, yox. Artıq sən il boyu 200 oxusan gündəlik, sən oruçluğa girəndə ən az yəni 100 artıracaqsan və ya 200 artıracaqsan. Və budur, müminin elə bir ki, ömürlük mədrəsəsi olur bu. Sən nəfsini islah eləyirsən və qoruyursan özünü. Sən çalışsan ki, sədəqə verəsən, çalışsan hansısa qarşı bir xeyir eləyəsən, kömək eləyəsən və elə də elə bil ki, Ramazandan sonra onu qoruyub saxlayırsan. Və Allahın izni ilə də növbəti Ramazan gələndə sən qoruyub saxlamısan özünü, artıq o növbəti Ramazan gələndə yenə də artıracaqsan. Və həmən artırdın mı, yenə də qoruyursan özünü Ramazandan sonra, Allah yəni xeyirli ömür verərsə, o birisi Ramazana girəndə yenə də artırırsan. Yenə də artırsa, bax, belə olur bu Ramazan insanın ömürlük mədrəsəsi. Amma yoxsa, yəni belə gəlmək bura və istifadə eləməmək və boşluqları doldurmamaq, bu böyük problemdir. Yəni, Allah qorusun. Yəni, bu yaxşı şeylə nəticələnməyəcək. Amma özümüzü burada tam şəkildə islah eləsək,
nəfsimizlə, həqiqi nəfsinlə danışmalısan sən, bilməlisən. Yəni nələr var səndə, içində sən özünü yaxşı tanıyırsan. Nəyin varsa qoy içinə, qoy ortaya. Yəni Rəbbinlə özün aranda. Və qoy ortaya Rəbbinlə özün aranda və o günahlarınla danış. Onları dönmə onlara bir daha. Qayıtma. Bizim əlhəmdülillah fani dünyadır da, hər birimiz günah eləyirik. Allah hər birimizi rəhim eləsin. Amma burada misal onu bu günlərdə təmizlənmək və əməllərini artırmaq və Allah Subhanahu taala sadiq tövbə eləmək və o günahlara bir daha dönməmək, görəcəksən ki, Allah Subhanahu taala necə qapılar adamın üzərinə açır. Və həmçinin də Allahdan istəmək. Bu günlərdə istə ki, Rəbbin müvəffəq eləsin. İstə Allahdan. Allahın mülkü tükənməzdir. Hər il sənə nəsib eləsin gəlməyə bura, həc nəsib eləsin. Əsas Allahın cənnətini istə, övladlarının islah olmanı istə, xeyirli zürriyyət olmasını istə, ev əhlinin, sibaya olan qardaşlar, məsələn, xeyirli zövcələr istəsin özü üçün. Bu fürsətdir, qardaşlar, dayanmayasan. Görün, almır, şərt deyil ki, əlini qalxızdan dua eləyəsin. Düz, əlhəmdə gözəl ədəblərdən əli qalxızıb dua eləmək. Əlhəmdə otduğun yeri dua elə, dilin tərpənsin. İbrahim əleyhissalam qəlbi ilə dua eləyərdi Allah subhanahu ta'ala. Daim ona da yəni qəlbini artıq bağlayırsan Allah subhanahu ta'ala. Qəlbində belə danışsan Allahdan. Yəni qəlbində artıq. Qəlbinə elə bir şey qoymursan, nə o pis şeyləri girməyə, nə şeytanın vəsvəsələrini, qəlbində Allahdan danışsan. Təsəlli. Bu necə ki Allah subhanahu ta'ala deyir, yəni şeytanın deyir yoluna tabe olmalıyız. İndi oxuyacaq növbəti namazda, təravihdə, Nur surəsində gəlir. Yəni onun yolları kim deyir görürsən? Allah subhanahu ta'ala deyir. Onun və onun ordusunun yoluna tabe olmalı. Onun yolu nədir? Tüm pisliklərin başında şeytan durur. Nə pisliksən o. Sənə misalın qardaşın barəsində pisliksən salmaq qəlbinə. Sənə misalın kimsə barəsində nəsə dilinə gətirmək. Nə bilim mən, harasa baxmaq, kimisə bəzəmək. Sözündə bəzəyir sənə, halalından gerisinə baxırsan. Bu hamısı kimin işidir? Şeytanın işidir. Allah deyir sənə, əmr edir ki, onun deyir yollarına yəni tabi olun. Yollar nədir? O yəni müxtəlif yerlərdən sənə daxil olur. Həriyə bir cürə, zəif yerini bilir. Yəni getmə. Təsəlli o günahın üzərində ölsək, Allah qorusun, necə olacaqdır? Bəzi insanlar görürsən ki, ruzdan qorxur, başını bağlamır qadınlar. Ruzdan qorxur, hansısa sünnəni tərk edir. Sən nədən qorxursan ki, Allah subhanahu ta'ala səni ruzləndirməyəcək? Mümküniyyət yoxdur, qardaşım, sən necə ola bilər? O, əlbəttə ki, ilk anda sən o bir şeyi tərk edirsənsə, Allah subhanahu ta'ala üçün mümküniyyət yoxdur ki, sənə imtihanlar gələcəkdir. Amma sonra sənə ondan daha xeyirli qapılar açılacaqdır Allah'ın izniyle. Və buradayıq, əlhəmdülillah. Yəni bu günlərdə, mübarək günlərdə bundan gecə olaraq fəzilətli gecə Allah dərgahında yoxdur, qardaşlarım. Və biz fərqləndirmirik. Yəni ki, 27-25 gecələ və Allah'ın izniyle maksimum çalışmalıyıq, hər gündə çalışmaq. Maksimum ki, hər gündə çalışasan. Onun üçün alimlər deyir, əgər hər gün çalışsan, hər gecə yəni 10 gecənin hər gecəsini çalışsan, onda sən deyir, peşman olanların olmarsan. Yəni Allah'ın izni ilə düşərsən Qədir gecəsinə. Amma fərqləndirirsən, ola bilsin də, nə bilirsən? Ola bilsin ki, olsun da olmasın. Yəni bizə alimlər kimdir? Alimlər Allah Resulü s.ə.v-in varisləridir. Allah Resulü s.ə.v özündən heç bir mal, mülk qoymadı. Nə qoyub getdi? Elm qoydu, dini qoyub getdi. Yəni miras olaraq elmi qoyub getdi. Onlar da o mirasa gələnlərdir. Onlar da bunu bizə çatdırıblar. Sən böyük gündə o alimin sözünü götürmək, yəni ki, Peyğəmbər s.ə.v sənə yəni mirasını çatdırır. Bir budur, istəyən götürsən, götürmə, özün bilərsən, məcburiyyət yoxdur. Onun üçün ən gözəl də odur ki, yəni o Quran, sünnə və deyəndə və onların fəhmi ilə başa düşmək, yəni sələfin fəhmi ilə. Necə olublar onlar, necə başa düşüblər onu vahələnsi ilə, Allah'ın izni ilə. Əlhəmdülillah, bu çox bir mühümdür ki, Allah'ın neynəyək, boşluq verməyək qardaşlar. Görün, hətta mən olum, kim olsun, kimdən asılı olmayaraq, ən gözəl qardaş odur ki, görün, boşluq verir, xatırlatmaq.
Ki qardaş, otur Quran oxu. Yəni bu günlərdir. Nəyinisən? Misal olaraq deyirəm, söhbət edirsən, yenə də onlar indi demirəm ki, belə 5-də, 3-də ayrı məsələ, amma əsas o ki, mühüm əksəriyyət vaxtımızı bununla məşğul olmaq. İbadət, zikir, dua, hər şey, ancaq bu. Çünki bax, ikinci gecədir, buradayıq Allahın izni ilə. Artıq o birisi günlərdə elə ki, bir eləsin, axırıncı iftarı eləysən və təravih də yoxdur artıq. Ki, baxaq ki, yəni nədir, sonra peşman olmuyor boşluqlara görə. Çünki biz nə qədər şükür etsək, nə qədər ibadət etsək, yəni Allah Subhanahu verdiyi bizə nemətlərinə şükür edə bilmərik layiqincə. Amma biz çalışmalıyıq. Allah daha doğrusunu bilir, Allah bizə istifadəni versin. Amin. Allah sizi müvəffəq eləsin bu qədir gecələrində gözəl şəkildə o ibadətlə keçirməyə. Allah hər birimizin günahlarını bağışlasın. Amin. Allah yaxın qardaşlarımız, analarımız, atalarımız kiminsə dünyasını dəyişir, Allah onların günahlarını bağışlasın. Amin. Allah Subhanahu qalanlar da valideynləri kimin sağdırsa onlara xeyirli ömür uzun versin. Və həmçinin xəstə olan qardaşlarımız, bacılarımıza da şəfa versin. Allah Subhanahu sıxıntıda olan qardaşlarımızın sıxıntısını ortadan qaldırsın. Boşda olan qardaşlarımıza kömək olsun ki, borclarını tezliklə qaytarsınlar. Və Allah Subhanahu bizim qardaşlığımızı daim eləsin. Allah Subhanahu bizi daim cəmaət olaraq, Allah Rəsulü sallallahu ki, vəsf elədi ki, onlar deyir, cəmaət olacaqlar. Yəni mən və mənim sahabələrim nə üzərində olubsa onun üzərində olmalı və bizi o vəsf üzərində eləsin. Axır nəfsimizə kimi və bu dünyadan da ki, husn-u xatim üzərində, yəni gözəl qullarını eləsin. Və Allah bizim ölkəmizi, ölkə başçımızı qorusun. Allah Subhanahu ona daim kömək olsun, düzgün şəkildə qərarlar verməyə. Kimlər hiylə quruluna və yaxud da ölkəmizə, millətimizə, xalqımıza Allah özü onun qarşısını alsın. Allah daha doğrusunu bilir. Subhanakallahu və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.